Qoç. Ulduzların bugünkü düzülüşü daxili potensialınızı tam gücü ilə ortaya çıxarmaq üçün unikal imkanlar yaradır. Uzun müddətdir təxirə saldığınız ideyaları reallaşdırmaq üçün kainat sizə yaşıl işıq yandırır. İş mühitində liderlik keyfiyyətləriniz ətrafdakıların diqqətindən yayınmayacaq və sizə yeni qapılar açacaq. Rəqiblərinizin addımlarını qabaqcadan təxmin etmək qabiliyyətiniz bugün ən böyük silahınız olacaq. Maliyyə məsələlərində cəsarətli, lakin kifayət qədər hesablanmış risklərə getmək gələcək qazancların təməlini qoyur. Şəxsi münasibətlərdə partnyorunuzun emosional ehtiyaclarına qarşı daha həssas yanaşmağınız tələb olunur. Yaxınlarınızla səmimi diyaloqlar qurmaq aranızdakı kiçik incikliklərin tamamilə yox olmasına kömək edəcək. Günün ikinci yarısında tək qalmaq və fikirlərinizi nizamlamaq üçün mütləq vaxt ayırmalısınız. Yaradıcılıq enerjiniz pik həddə olduğu üçün ağlınıza gələn fərqli ideyaları qeyd etməyi unutmayın. Sağlamlığınıza gəldikdə isə bədəninizi həddindən artıq yükləməkdən və stressdən qaçmağınız vacibdir. Qida rasionunuza vitaminlərlə zəngin məhsullar əlavə etmək enerjinizi bərpa etməyə kömək edəcək. Axşam saatlarında təmiz havada gəzinti zehni yorğunluğunuzu tamamilə aradan qaldıracaq. Həyatın sizə təqdim etdiyi təsadüflərə qarşı açıq olun, çünki onlardan bəziləri taleyüklü ola bilər. Keçmişdə qalan uğursuzluqları düşünməyi dayandırıb tamamilə gələcəyə fokuslanmağın zamanı yetişib. Özünüzə olan inamınız qarşınıza çıxan hər bir çətinliyi asanlıqla dəf etməyə imkan verəcək. Dostlarınızdan gələn gözlənilməz bir zəng gününüzə əlavə rəng və pozitivlik qatacaq. İradənizi və gücünüzü doğru istiqamətə yönəldərək bu möhtəşəm günün dadını çıxarın. Buğa. Bugün həyat ritminizi bir qədər yavaşlatmaq və ətrafınızdakı gözəlliklərin fərqinə varmaq üçün mükəmməl zamandır. Maddi sabitliyinizi qorumaq üçün xərclərinizə yenidən nəzər salmaq faydalı ola bilər. Peşəkar fəaliyyətinizdə tələsik qərarlar verməkdən qaçınmalı, hər bir detalı dərindən analiz etməlisiniz. İş yoldaşlarınızla münasibətlərdə kompromisə getmək bacarığınız böyük bir münaqişənin qarşısını alacaq. Təbiətlə təmasda olmaq daxili dincliyinizi və pozulmuş balansınızı bərpa etmək üçün ən yaxşı vasitədir. Sevdiyiniz insanla birlikdə keçirəcəyiniz dəqiqələr sizə unudulmaz anlar və mənəvi rahatlıq bəxş edəcək. Qəlbinizin səsini dinləyərək hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin. Uzun müddətdir görmək istədiyiniz bir dostunuzla qarşılaşmaq sizdə xoş xatirələr oyadacaq. Evinizdə rahatlıq və harmoniya yaratmaq üçün kiçik dəyişikliklər etmək əhvalınızı yüksəldəcək. İntuisiyanız bugün xüsusilə güclü olacaq və sizə doğru yolu göstərəcək. Həzm sisteminizi qorumaq üçün ağır və yağlı yeməklərdən uzaq durmağınız məsləhətdir. Maddi yatırımlar etməzdən əvvəl təcrübəli mütəxəssislərin məsləhətlərinə qulaq asmağınız yerinə düşər. Günün enerjisi sizə səbirli olmağı və hər şeyin öz vaxtında baş verəcəyinə inanmağı öyrədir. Özünüzü intellektual cəhətdən inkişaf etdirəcək yeni bir kitaba başlamaq zehninizi açacaq. Başqalarının rəylərinə hörmətlə yanaşın, lakin son qərarı həmişə öz məntiqinizə əsaslanaraq verin. Mühafizəkar baxış bucağınızı bir kənara qoyub yeniliklərə şans vermək sizə çox şey qazandıra bilər. Axşam saatlarında isti bir çay süzüb sakit musiqi sədaları altında dincəlmək günün yorğunluğunu aparacaq. Əkizlər. İnformasiya axınının sürətli olduğu bu gündə diqqətinizi ən vacib məsələlərə cəmləməyi bacarmalısınız. Kommunikasiya bacarıqlarınız sayəsində ən çətin danışıqlardan belə qalib tərəf kimi çıxacaqsınız. Yeni insanlarla tanışlıq sizə həm şəxsi, həm də peşəkar sahədə maraqlı perspektivlər vəd edir. Fikirlərinizi qarşı tərəfə ötürərkən daha aydın və anlaşıqlı olmağa özen göstərin. Eyni vaxtda bir neçə işlə məşğul olmaq diqqətinizin dağılmasına və kiçik səhvlərə yol açmağınıza səbəb ola bilər. Səyahət planları qurmaq və ya qısa bir gəzintiyə çıxmaq üçün əlverişli şərait mövcuddur. Hisslərinizdəki dalğalanmaları idarə etmək üçün məntiqinizi emosiyalarınızdan öndə tutmağa çalışın. Yaxın dostlarınızın sizə ehtiyacı ola bilər, onlara dəstək nümayiş etdirməkdən çəkinməyin. Rutin işlərdən sıxıldığınızı hiss edirsinizsə, gündəlik planınıza kiçik və əyləncəli yeniliklər edin. Maddi cəhətdən gözlənilməz bir mənbədən gəlir əldə etməyiniz büdcənizi xeyli rahatladacaq. Zehni gərginliyi azaltmaq üçün yoga və ya meditasiya kimi fəaliyyətlərə vaxt ayırın. Həyatınızdakı lazımsız insanları və neqativ düşüncələri birdəfəlik uzaqlaşdırmağın tam zamanıdır. Yenilikçi ideyalarınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və karyeranızda sıçrayışa səbəb olacaq.
Şəxsi həyatınızda bəzi sirlərin açılması hadisələrə tamamilə fərqli bir rakursdan baxmağınızı tələb edə bilər. Yuxu rejiminizi qaydaya salmaq ümumi fiziki tonusunuzu və iş qabiliyyətinizi artıracaq. Hər bir fürsəti dəyərləndirərək bilik və bacarıqlarınızı artırmağa davam edin. Çevikliyiniz və hadisələrə tez adaptasiya olmaq qabiliyyətiniz bugün sizi böhranlı vəziyyətlərdən xilas edəcək. Xərçəng. Bugün emosional dünyanızda dərin bir sakitlik və dinclik axtarışı ön plana çıxacaq. Ailə üzvlərinizlə münasibətləri gücləndirmək və evinizdə isti bir ab-hava yaratmaq üçün gözəl fürsətdir. Keçmiş xatirələrə dalmaq sizə həm xoş anlar yaşadacaq, həm də bəzi dərslər çıxarmağa kömək edəcək. İş yerində kollektivlə birlikdə çalışmaq fərdi fəaliyyətdən daha böyük səmərə verəcək. İntuisiyanızın səsinə qulaq asaraq atacağınız addımlar sizi heç vaxt yarı yolda qoymayacaq. Maddi məsələlərdə ehtiyatlı olmaq və lüzumsuz xərclərdən yayınmaq gələcək planlarınız üçün vacibdir. Özünüzü bədbin hisslərə təslim etmək əvəzinə həyatın müsbət tərəflərinə köklənməyə çalışın. Şəxsi münasibətlərdə partnyorunuza qarşı daha açıq və səmimi olmaq aranızdakı bağları möhkəmləndirəcək. Sağlamlığınızı qorumaq üçün soyuq içkilərdən və bədəninizi üşüdə biləcək məkanlardan uzaq durun. Yaradıcı fəaliyyətlə məşğul olmaq daxili gərginliyinizi azaltmaq üçün əla bir terapiya üsuludur. Başqalarının problemlərini öz çiyinlərinizə götürməkdən imtina edin və öz maraqlarınızı qoruyun. Bugün alacağınız xoş bir xəbər evinizə və ailənizə böyük sevinc bəxş edəcək. İşinizdəki keyfiyyəti artırmaq üçün yeni texnologiyalar və metodlar öyrənməyə başlayın. Yaxın gələcəkdə reallaşdıracağınız layihələrin ilkin eskizlərini cızmaq üçün bugün çox düşərlidir. Bədəninizin su balansını qorumaq üçün gün ərzində yetərincə maye qəbul etməyə diqqət yetirin. Ətrafınızdakı insanların manipulyasiyalarına qarşı ayıq-sayıq olun və öz mövqeyinizdən geri çəkilməyin. Axşam saatlarında sevdiyiniz bir filmi izləmək və ya musiqi dinləmək ruhunuzu dincəldəcək. Həyatın sizə bəxş etdiyi hər bir anın dəyərini bilin və daxili işığınızı qoruyun. Şir. Bugün ulduzlar sizin parlaq xarizmanızı və daxili liderlik gücünüzü daha da ön plana çıxarır. Ətrafınızdakı insanları heyran qoymaq və öz ideyalarınızın arxasınca aparmaq sizin üçün çox asan olacaq. İddialı layihələrə başlamaq və rəhbərliklə mühüm məsələləri müzakirə etmək üçün ideal vaxtdır. Maddi sahədə uğurlu müqavilələr imzalamaq və ya gəlirli tərəfdaşlıqlar qurmaq şansınız olduqca yüksəkdir. Şəxsi həyatınızda ehtiraslı və romantik anlar yaşamağa hazır olun, çünki eşq enerjisi sizinlədir. Təkəbbürlü davranışlardan uzaq durmaq və ətrafdakıların da fikirlərinə dəyər vermək nüfuzunuzu daha da artırar. Özünəynam hissiniz qarşınıza çıxan hər hansı bir bürokratik maniyəni asanlıqla aşmağa kömək edəcək. İdmanla məşğul olmaq və fiziki aktivliyinizi artırmaq bədəninizdəki enerjinin düzgün paylanmasını təmin edəcək. Dostlarınızın təşkil etdiyi bir məclisə dəvət alaraq diqqət mərkəzində ola bilərsiniz. Yaradıcılıq sahəsində çalışan şirlər üçün bugün əsl ilham pərilərinin gəldiyi məhsuldar bir dövrdür. Daxili səsinizi dinləyərək taleyinizə yön verəcək mühüm bir qərar qəbul edə bilərsiniz. Səxavətli təbiətiniz insanlara kömək etməyə vadar etsə də, öz büdcənizin sərhədlərini aşmamağa çalışın. İşgüzar səfərlər və ya yeni iş təklifləri gələcək karyeranızda mühüm dönüş nöqtəsi yarada bilər. Həyat mürəkkəbləşdikdə belə pozitiv qalmaq və gülümsəmək sizin ən böyük gücünüzdür. Göz bəbəyi kimi qoruduğunuz prinsiplərinizdən bugün də güzəştə getməməyiniz gələcək uğurunuzun təminatıdır. Axşam saatlarında özünüzü kofe ilə mükafatlandırıb keçdiyiniz uğurlu yolu dəyərləndirin. Qız. Analitik təfəkkürünüz və detallara olan diqqətiniz bugün işinizdə mükəmməl nəticələr əldə etməyinizə kömək edəcək. Plansız addımlar atmaqdan qaçmalı, gününüzü dəqiq qrafik üzrə təşkil etməlisiniz. Maddi məsələlərdə apardığınız ciddi hesablamalar sizi gözlənilməz maliyyə itkilərindən qoruyacaq. İş yerində çətin bir problemi həll etmək bacarığınız rəhbərliyin rəğbətini qazanmağınıza səbəb olacaq. Həddindən artıq tənqidi yanaşmalardan uzaq duraraq ətrafınızdakı insanlarla münasibətləri qorumalısınız. Şəxsi həyatınızda qarşılıqlı anlaşma və dürüstlük üzərində qurulmuş dialoqlara ehtiyac var. Uzun müddətdir yığılıb qalmış ev işlərini nizamlamaq sizə mənəvi rahatlıq bəxş edəcək. Sağlamlığınıza xüsusi diqqət yetirməli, xüsusən də sinir sisteminizi qorumalısınız. Təbii ot çayları və sakitləşdirici gəzintilər gərginliyinizi azaltmağa kömək edə bilər. Yeni biliklər əldə etmək və ya peşəkar kurslara yazılmaq üçün çox əlverişli bir gündür.
Dostlarınızın sizə verəcəyi obyektiv məsləhətlər çətin bir vəziyyətdən çıxış yolunu tapmağınızı təmin edəcək. Həyatınızda qayda-qanun yaratmaq istəyiniz həm ətrafınızda, həm də daxili dünyanızda özünü büruzə verəcək. Hisslərinizi çox dərində gizlətmək əvəzinə güvəndiyiniz insanlarla bölüşməyi sınaqdan keçirin. Bürcünüzün sahib olduğu təvazökarlıq sizə bugün çətin situasiyalarda böyük üstünlük qazandıracaq. Keçmişdə etdiyiniz səhvlərdən dərs çıxararaq gələcəyə daha inamlı addımlarla irəliləyin. Şirniyyat və karbohidrat qəbulunu azaldaraq bədəninizin daha yüngül və enerjili olmasını təmin edə bilərsiniz. Axşam saatlarında tək başına qalmaq və günün yekunlarını təhlil etmək sizə aydınlıq gətirəcək. Tərəzi. Bugün həyatınızın bütün sahələrində harmoniya və balans yaratmaq arzunuz pik həddə çatacaq. İncəsənət, gözəllik və estetikaya olan marağınız sizə yeni ilham mənbələri tapmaqda kömək edəcək. İş mühitində yaranan kiçik anlaşılmazlıqları diplomatik bacarıqlarınız sayəsində asanlıqla həll edəcəksiniz. Maliyyə məsələlərində tərəfdaşlarınızla ortaq məxrəcə gəlmək gələcək gəlirlərinizin artmasına səbəb olacaq. Şəxsi münasibətlərdə partnyorunuzla birlikdə romantik bir şam yeməyi keçirmək münasibətlərinizi təzələyəcək. Qərarsızlıq hissini bir kənara qoyub mühüm məsələlərdə konkret mövqe nümayiş etdirməlisiniz. Ədalət hissiniz bugün ətrafdakıların mübahisələrində hakim rolunu oynamağınıza səbəb ola bilər. Sağlam bir bədən üçün müntəzəm idman hərəkətlərini gündəlik rejiminizə daxil etməyiniz vacibdir. Yeni geyim tərzi və ya imic dəyişikliyi özünüzə olan inamı əhəmiyyətli dərəcədə artıracaq. Dostlarınızla keçirəcəyiniz maraqlı intellektual söhbətlər sizə yeni baxış bucaqları qazandıracaq. Daxili dincliyinizi qorumaq üçün neqativ enerjili insanlarla ünsiyyəti minimuma endirməyə çalışın. Həyatın sizə təqdim etdiyi şansları dəyərləndirərkən daxili səsinizin və məntiqinizin səsinə qulaq asın. Ulduzlar bugün yaradıcı layihələrə başlamaq üçün sizə böyük dəstək nümayiş etdirir. İş yerində əlavə məsuliyyətlər götürməkdən qorxmayın, çünki bu sizin potensialınızı göstərəcək. Yuxu rejiminizə riayət etmək gün ərzində diqqətli və gümrah qalmağınızın əsas şərtidir. Başqalarına qarşı göstərdiyiniz xeyirxahlıq və nəzakət sizə hörmət və sevgi olaraq geri dönəcək. Axşam saatlarında sevdiyiniz musiqinin sədaları altında xəyallar qurmaq ruhunuzu qidalandıracaq. Bu gözəl və harmonik günün hər anından maksimum dərəcədə zövq almağa çalışın. Əqrəb. Bugün daxili gücünüz və sirli xarizmanız ətrafınızdakı hər kəsi maqnit kimi özünə cəlb edəcək. Gizli qalan məsələlərin üstünü açmaq və həqiqətləri üzə çıxarmaq üçün unikal araşdırma qabiliyyətiniz işə düşəcək. Peşəkar fəaliyyətinizdə rəqiblərinizdən bir addım öndə olmaq üçün strateji planlar hazırlamalısınız. Maliyyə sahəsində böyük risklərə getmədən əvvəl bütün mənfi və müsbət tərəfləri tərəziyə qoyun. Şəxsi həyatınızda ehtirasların alovlanacağı və emosional bağların daha da dərinləşəcəyi bir gündür. Qısqanclıq və sahiblənmə hisslərini idarə etmək münasibətlərinizin sağlamlığı üçün vacibdir. İntuisiyanız bugün o qədər güclüdür ki, insanların real niyyətlərini baxışlarından anlaya bilərsiniz. Sağlamlığınızı qorumaq üçün zərərli vərdişlərdən uzaq durmaq və bədəninizi detoks etmək faydalıdır. Yaradıcı enerjinizi gizli saxladığınız layihələrin reallaşdırılmasına yönəltməyin əsl zamanıdır. Yaxın dostunuzun sizə etibar edəcəyi bir sir aranızdakı etimadı daha da gücləndirəcək. Mühafizəkar və qapalı olmaq əvəzinə etibarlı insanlara daxili dünyanızın qapılarını aça bilərsiniz. İş mühitində çətin tapşırıqların öhdəsindən tək başına gəlmək sizin peşəkarlığınızı sübut edəcək. Həyatınızdakı lazımsız əşyaları və neqativ insanları təmizləyərək yeni enerjiyə yer açın. Hər bir çətinliyi daxili bir transformasiya və yenilənmə fürsəti kimi dəyərləndirməyi bacarın. Günün ikinci yarısında su prosedurları və ya üzgüçülüklə məşğul olmaq gərginliyinizi tamamilə yox edəcək. Öz prinsiplərinizə sadiq qalaraq hədəflərinizə doğru qətiyyətlə irəliləməyə davam edin. Axşam saatlarında təklikdə qalmaq və gələcək strategiyanızı müəyyənləşdirmək sizə aydınlıq gətirəcək. Ox atan. Bugün daxilinizdəki macərapərəst ruh və nikbinlik sizə yeni üfüqlər fəth etmək üçün güc verəcək. Fərqli mədəniyyətləri öyrənmək, səyahət planları qurmaq və ya təhsilə başlamaq üçün əla zamandır. İş yerində geniş dünya görüşünüz və qlobal baxışınız layihələrin miqyasını böyütməyə kömək edəcək. Maddi cəhətdən şanslı bir gündür, gözlənilməz yerlərdən gələn təkliflər büdcənizi artıracaq. Şəxsi münasibətlərdə azadlığınıza olan düşkünlüyünüz partnyorunuzla kiçik anlaşılmazlıqlara səbəb olmamalıdır.
Hisslərinizi səmimi və yumoristik bir dillə ifadə etmək qarşı tərəfin qəlbini fəth edəcək. Yeni dostlar qazanmaq və sosial çevrənizi genişləndirmək üçün cəmiyyət arasına çıxmağınız məsləhətdir. Sağlamlığınızı qorumaq üçün aktiv hərəkətdə olmaq və açıq havada idman etmək çox faydalıdır. Fəlsəfi düşüncələrə dalmaq və həyatın mənasını dərk etməyə çalışmaq sizə mənəvi zənginlik qatacaq. Həddindən artıq şişirdilmiş vədlər verməkdən qaçın, çünki gələcəkdə onları yerinə yetirmək çətin ola bilər. İntuisiyanız sizə doğru yolu göstərərkən məntiqinizin süzgəcindən də keçirməyi unutmayın. İşgüzar danışıqlarda bəlağətli danışığınız sayəsində hamını öz tərəfinizə çəkməyi bacaracaqsınız. Həyatın çətinliklərinə gülümsəyərək baxmaq sizin ən böyük psixoloji qalxanınız və müdafiənizdir. Gələcəyə dair qurduğunuz böyük xəyalların bugün real təməllərini atmaq üçün addımlar atın. Yemək vərdişlərinizdə eksotik və sağlam qidalara üstünlük vermək enerjinizi artıracaq. Dostlarınızla birlikdə keçirəcəyiniz əyləncəli bir axşam sizə unudulmaz anlar bəxş edəcək. Oğlaq. Bugün işgüzar keyfiyyətləriniz, intizamınız və məsuliyyət hissiniz sayəsində peşəkar sahədə zirvəyə doğru irəliləyəcəksiniz. Uzun müddətli hədəflərinizi nəzərdən keçirmək və strateji planlar qurmaq üçün mükəmməl bir gündür. Rəhbərliklə münasibətlərdə göstərdiyiniz ciddiyyət və peşəkarlıq tezliklə bəhrəsini verəcəkdir. Maliyyə məsələlərində qənaətcil davranmaq və kapitalınızı düzgün idarə etmək gələcək sabitliyinizin rəhnidir. Şəxsi həyatınızda emosiyalarınızı büruzə verməkdə çətinlik çəksəniz də əməllərinizlə sevginizi sübut edə bilərsiniz. Yaxınlarınızın qayğısına qalmaq və onlara dəstək olmaq aranızdakı etibarı daha da möhkəmləndirəcək. Sağlamlığınızı qorumaq üçün oynaq və sümük sisteminizə xüsusi diqqət yetirməyiniz tövsiyə olunur. Karyeranızda qarşıya çıxan maneələri soyuqqanlılıqla analiz edərək ən rasional çıxış yolunu tapacaqsınız. Zaman menecmenti qaydalarına riayət etmək gün ərzində bütün planlaşdırılmış işləri çatdırmağınıza kömək edəcək. Köhnəlmiş prinsiplərdən imtina edib müasir metodlara açıq olmaq iş səmərəliliyinizi xeyli artırar. Dostlarınızın peşəkar məsləhətlərinizə ehtiyacı ola bilər, onlara obyektiv yol göstərməkdən çəkinməyin. Daxili narahatlıqları aradan qaldırmaq üçün yalnızlığın verdiyi dinclikdən faydalanmağa çalışın. İşinizə olan bağlılığınız şəxsi həyatınızı arxa plana atmamalı, balansı qorumağa çalışmalısınız. Bugün atacağınız hər bir təmkinli addım gələcəkdə böyük bir imperiyanın qurulmasına vəsilə ola bilər. Qida rasionunuzda kalsiyumla zəngin məhsullara üstünlük vermək fiziki gücünüzü bərpa edəcək. Axşam saatlarında gələcək layihələrin hesabatını hazırlamaq sizə növbəti günlər üçün üstünlük qazandıracaq. Öz gücünüzə inanın və hədəflərinizə doğru addımla-addım, qətiyyətlə irəliləməyə davam edin. Dolça. Bugün intellektual potensialınız və orijinal ideyalarınız sayəsində hamıdan fərqlənməyi bacaracaqsınız. Yenilikçi layihələr üzərində işləmək və texnoloji yenilikləri həyatınıza tətbiq etmək üçün ideal zamandır. İş mühitində ənənəvi metodlara meydan oxuyaraq fərqli və effektiv həll yolları təklif edəcəksiniz. Maddi sahədə gələcəyə yönəlmiş investisiyalar etmək üçün əlverişli fürsətlər qarşınıza çıxa bilər. Şəxsi münasibətlərdə partnyorunuzla zehni harmoniyanın olması sizin üçün hər şeydən daha önəmlidir. Azadlıq sevər təbiətiniz bugün fərqli sosial qruplarla ünsiyyətdə olmağınızı stimullaşdıracaq. Dostlarınızla birlikdə xeyriyyəçilik və ya sosial yönümlü layihələrdə iştirak etmək ruhunuzu zənginləşdirəcək. Sağlamlığınızı qorumaq üçün qan dövranını yaxşılaşdıran yüngül idman növləri ilə məşğul olun. İntuisiyanız sizə gələcəyin trendlərini qabaqcadan görmək qabiliyyəti bəxş edəcək. Rutin işlərdən qaçmaq və yaradıcılığınızı nümayiş etdirmək üçün qarşınızda heç bir maneə yoxdur. Başqalarının standart qəliblərinə sığmaq məcburiyyətində olmadığınızı dərk edib öz xəttinizlə irəliləyin. Müasir elmi ədəbiyyat oxumaq və ya sənədli filmlər izləmək dünya görüşünüzü daha da genişləndirəcək. Ətrafınızdakı insanların problemlərinə humanitar yanaşmanız sizə böyük rəğbət qazandıracaq. Şəxsi həyatınızda gözlənilməz bir etiraf hadisələrin axarını tamamilə müsbət istiqamətə dəyişə bilər. Yuxudan əvvəl elektron cihazlardan uzaq durmaq beyin dincəlməniz üçün olduqca vacibdir. Bugün kainatın sizə təqdim etdiyi qeyri-adi təsadüflərə qarşı diqqətli olun. Axşam saatlarında dostlarınızla onlayn və ya canlı olmaqla maraqlı beyin fırtınası təşkil edə bilərsiniz. Balıqlar. Bugün zəngin xəyal dünyanız və dərin intuisiyanız sizə mənəvi ucalıq bəxş edəcək. Yaradıcılıq, musiqi və incəsənətlə məşğul olmaq üçün ruhunuzun ən çox ehtiyac duyduğu gündür.
İş yerində həmkarlarınızın emosional vəziyyətini hiss edərək onlara empatiya ilə yanaşmağınız yüksək qiymətləndiriləcək. Maddi məsələlərdə xəyallara qapılmadan, real faktlara əsaslanaraq qərarlar verməyiniz tələb olunur. Şəxsi münasibətlərdə romantikanın və mistik bağların ön plana çıxacağı unudulmaz anlar yaşayacaqsanız, partnyorunuza qarşı olan fədakarlığınızın qarşılıqlı olmasına və sui-istifadə edilməməsinə diqqət yetirin. Daxili səsiniz bugün sizə kimin səmimi, kimin isə ikiyüzlü olduğunu açıq şəkildə pıçıldayacaq. Sağlamlığınızı qorumaq üçün psixoloji gərginlikdən uzaq durmalı və yuxunuza vaxt ayırmalısınız. Su kənarında zaman keçirmək və ya sadəcə ilıq bir duş qəbul etmək enerjinizi tamamilə yeniləyəcək. Keçmiş inciklikləri bağışlamaq və ruhunuzu bu ağır yükdən azad etmək üçün gözəl fürsətdir. Gizli qalan yaradıcı istedadlarınızı ortaya çıxaracaq fərqli hobbilərlə məşğul olmağa başlayın. Dostlarınızın dərdinə şərik olmaq sizdən böyük enerji tələb edə bilər, ona görə də sərhədlərinizi qoruyun. Həyatın real çətinliklərindən qaçmaq əvəzinə onlarla cəsarətlə üzləşmək daxili gücünüzü artıracaq. Meditasiya və dua etmək daxili dünyanızdakı xaosu nizamlamağa böyük kömək göstərəcək. İşgüzar sahədə böyük qərarlar verməzdən əvvəl bir neçə gün gözləmək daha xeyirli ola bilər. Axşam saatlarında şam işığında sakit musiqi dinləmək günün ən gözəl yekunu olacaq.